təşkil edildiyi Yevlax şəhər 5 saylı tam orta məktəbin 7-ci sinifində riyaziyyat fənnindən açıq dərs maraqla izlənilib. Məktəblilərin elektron dərslik və interaktiv lövhədən istifadə etmək vərdişləri yüksək qiymətləndirilib. Açıq dərsdə Sumqayıt şəhərindəki 25 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri ilə telikörpü yaradılıb. Yevlax şəhər 5 saylı tam orta məktəbdə növbəti açıq dərs 7-ci sinifdə təşkil olunub. Riyaziyyat müəlliməsi Telli Kərimxanova mövzu və standartlar barədə məlumat verib. Məktəblilər dərslik və elektron dərslik, işçi vərəqələri, informasiya kommunikasiya texnologiyaları avadanlıqlarından, xüsusilə interaktiv lövhədən istifadə etməklə biliklərini nümayiş etdiriblər. Mövzuya uyğun video izlənildikdən sonra şagirdlər elektron lövhədəki cədvəllər üzərində işləyiblər. Kollektiv və qruplarla iş, mövzunun daha dolğun incələnməsi məqsədi ilə qurulan süjet xətti şagirdlərin bilmək, anlamaq, tətbiq etmək və dəyərləndirmək kimi idrak bacarıqlarının nümayişinə müsbət təsir göstərib. Suallar ətraflı cavablandırılıb. Dərs boyu qrup təqdimatı, motivasiya, təhqiqat sualı, riyazi həll üsulları və qruplardan seçilən ekspertlərin fərdi bacarıqları diqqəti cəlb edib. Məktəblilər mövzuya aid test və crosswordlar həll etməklə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəliblər. Açıq dərsin gedişi zamanı Sumqayıt şəhərindəki 25 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri ilə telikörpü yaradılaraq mövzu ətrafında müzakirə aparılıb. Sami Quliyev, Şahmurad Məmmədov, Gönül Qasımova, Xəbərlər.